Birazdan bunu tam anlayacaqsınız, amma bir şeyi yenidən vurğulamaq istəyirəm. Bu biliklər sadəcə estetik, passiv biliklər deyil. Onlar hər gün, hər an həyatınıza təsir eləyir. Siz uğur qazanmaq üçün planlar qura bilərsiniz, nə bilim, meditasiya eləyə bilərsiniz, qarşınıza hədəf qoyub hədəfə doğru gedə bilərsiniz. Amma minəcəksiniz təyyarəyə, öz bəyin biraz qıracaq. Bütün planlarınız pozulacaq. Reallıq absolut olduğu üçün siz reallıqdan asılısınız, reallıq sizdən yox. Və reallığı nə qədər az bilsək, o qədər çox asılı olacağıq ondan. Bir müharibə meydanında ən təhlükəli məqam müharibənin getdiyindən xəbərsiz olmaqdır. Ən primitiv, praktik həqiqətlərdən biri hava proqnozudur. Sabah Bakıda mənfi 15 dərəcə şaxta olacaq. Bu məlumatı ignor edə bilərik. Amma səhərsi gün 40 dərəcə qızdırma ilə yatanda artıq onu görməzdən gələ bilməyəcəyik. Həqiqətin gözə görünməz təsiri var. Aktiv təsiri kimi passiv təsiri də var. Həqiqətin aktiv təsiri, məsələn, başını divara vurursan, həqiqətlə üzləşirsən, başın ağrıyır. Amma passiv təsiri çox vaxt görmürük. Halbuki passiv təsir aktiv təsirdən daha güclüdür.